Təqdim edəcəyim ev 2 mərtəbə 3 otaqdır. Qiyməti isə 98.000 manatdır. Qonşuluqdan soruşdum, dedi qardaş, burada xırda mini market yoxdur. Evin alt sahəsində, qaraj sahəsində market eləməyə şərait var. 4 ədəd qapı sahəsi var. Qaraj qapısı, əlavə yan tərəfə keçid qapısı, giriş qapısı və birinci mərtəbənin yan tərəfdə olan qapısı. İstəsəz bu ərazidə olan evlərin əksəriyyəti evin alt sahəsini əlavə otaq sahə kimi düzəldiblər. Qonaq otağı, mətbəx sahəsi. Monolit betonla inşa olunub, dəyərli dostlarımız. İkinci mərtəbədə 2 yataq otağı, 1 qonaq otağı, sanitar qovşaq, mətbəx sahəsidir. Aksesuarlarına kimi yığılıb, mətbəx mebeli yığılıb, tamamilə hazırdır. Otaqların pərdələri, çıl-çıraqları, hamısı Masazır qəsəbəsində yerləşir. Prospekt yolla da 200 metr məsafəsi var. Zəhmət olmasa prospekt yolu təqdim et. 98.000 manata sizlərə ideal, möhtəşəm bir mülk təqdim edirik. 055 291 3565 mənim əlaqə nömrəmdir. Siz də mülkünüzü satmaq istəyirsinizsə, fərq etmir. Xırdalan, Masazır, Saray ərazisində əlaqə saxlaya bilərsiniz. Bismillah eləyək, daxil olaq həyətyanı sahəsinə doğru. Xudmanlı bir həyətyanı sahəsi var. Kombi aparatının yeri burada nəzərdə tutulub. İkinci mərtəbəyə qalxan beton pilləkənlər ağlay daşlarla örtülür, dəyərli dostlarımız. Burada yerləşib belə izahat versək, daha doğru düzgün olar. Otaq sayı hündürlüyü var. Əlavə otaq kimi yaradıb kirayə də verə bilərsiniz. Orada qapısı da var. Qaraj sahəsinə daxil oluruq. Demək, 2 ədəd sərbəst şəkildə avtomobil daxil etmək mümkündür. Qarajın darvazasının önündə içəri tərəfdən trapına kimi qoyulub, yan tərəfdə boş sahəsi var, torpaq sahəsi var əlavə olaraq. Qanuni olaraq cüt daşla inşa olunub, monolit betondur. Keçək ikinci mərtəbəyə doğru, dəyərli dostlarımız. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Girişdən sağda yerləşir evin qonaq otağı. İlk öncə qonaq otağı ilə tanış olaq. Pəncərəsi öz həyətyanı sahəsinə, yəni ön cərgəyə baxır, dəyərli izləyicilərimiz. Səhifəni bəyənin, like eləyin, videolarımıza şərh yazın ki, sizlərə hər gün gözəl mülklər təqdim eləyək. Solda yerləşir evin mətbəx sahəsi. Mətbəx mebeli çılçıraqlarına kimi, jalüz pərdəyə kimi vurulub, tamamilə hazır vəziyyətdədir. Real alıcıya mülk tərəfindən, mülk sahibi tərəfindən endirim nəzərdə tutulub. Yataq otaqlarından biri, bütün pəncərələrin qarşısı tamamilə açıq bir vəziyyətdədir. Təcili pul lazım olduğu üçün qiymət endirilib. İkinci yataq otağı və sonuncu olaraq mülkün sanitar qovşaq sahəsi. Tam təchizat, bütün aksesuarlarına kimi quraşdırılıb, tamamilə hazır bir vəziyyətdədir. Əşyaları yığ yaşa, ümumi evin istilik sistemi isə kombi vasitəsiyləndir. Dəhlizdən tavana keçid etmək də mümkündür. Gələn videolarda sağ olun, sağlıqla qalın.